Günə sadəcə bir ovuc, təxminən 30-40 qram qoz fındıq yemək sizi yaşlılıqda da yaddaşı mükəmməl və eyni zamanda idraki əla olan bir insana çevirəcək. Alman alimlərin bu araşdırması isə təbii ki, çoxdan bizə məlumdur, amma maraqlıdır. Niyə bizim xalqda qoz fındıq yemək kimi bir adət və yaxud da vərdiş yoxdur? Ancaq Novruz bayramında görə bilirik qoz fındığı. Halbuki hər zaman gün ərzində heç olmasa bir ovuc qoz fındıq yemək vacibdir. Sponsor Saf Hospital. Hər gün qoz fındıq yeyənlərin idraki daha güclüdür. Alimlər 50-dən çox yaşı olan 883 İtaliyalının məlumatlarını təhlil edərək onların idrak qabiliyyətlərini və pəhriz vərdişlərini, xüsusən də qoz fındıq istehlakını qiymətləndirib. İştirakçılar iki qrupa bölünüb. Birincisi müntəzəm olaraq gündə təxminən 40 qram qoz fındıq istehlak edənlər, ikincisi isə təxminən 4 qram. Nutrients jurnalında dərc edilən araşdırma daha çox qoz fındıq yeyənlərin koqnitiv pozulma riskinin 68% daha az olduğunu müəyyən edib. Başqa bir araşdırmada 28 gün ərzində gündə 30 qram qarışıq qoz fındıq istehlakı da idrak funksiyasında əhəmiyyətli irəliləyişlərlə nəticələnib. Fındıq neuroprotektiv təsir göstərən sağlam yağlar, antioksidantlar və polifenollarla zəngindir. Onlar idrak qabiliyyətinin azalmasına səbəb olan oksidləşdirici stress və iltihabı azaltmağa kömək edir. Koqnitiv funksiyanı yaxşılaşdırmaqla yanaşı, qoz fındıq ürək-damar sisteminə müsbət təsir göstərir. Mütəxəssislər hər gün qida rasionunuza bir ovuc qoz fındıq daxil etməyi məsləhət görür. Bu, badam, fındıq, qoz, püstə və ya onların qarışığı ola bilər. Fındıqların yüksək kalori olduğunu xatırlamaq vacibdir. Buna görə də onların istehlakında mülayimlik artıq çəki əldə etməməyə kömək edəcəkdir.